kardeşlerim, həmvətənlərim, değerli Türk milleti, bu rejimin getməsinə az qalmışdır. Bu rejimin yıxılmasına az qalmışdır. Biz Urmiyədəki kimin Təbrizdə, Ərdəbildə, Zəncanda, Həmədanda, Tehranda birlikdə olmalıyıq, birlikdə hərəkət etməliyik. Biz milli fəallarla beraber içəridə qol-qola olmalıyıq. Biz heç bir şeydən qorxmamışıq, qorxmayacağıq. Zaten bu ölkə bitmiştir. İqtisadi lahazdan heç bir danışmağa sözü yoxdur. Dolar 100 bin olmuştur. Görürsünüz, qızıl bahalaşmışdır, sandıqları boşalmışdır. Milletin hüququnu verənmirlər, insanların alın gücü düşmüştür. İnsanlar artıq heç bir şey ala bilmirlər. Artıq bu hükümet və bu rejimin biz millete danışığı nə ola bilər? Qol verdiyi nə ola bilər? Onun üçün məncə siz öz şəhərlərinizdə, öz kəndlərinizdə, öz məhəllələrinizdə birlikdə olun, mübarizələrə hazır olun və millətimizi oyandırın. Biz şəhərlərimizi, kəndlərimizi Urmiyə kimi eləməliyik. Nə mutlu Türküm deyənə.